Bu dediğim Telegram kanalda blog hakkında dərslər olduğu yerdə. Yəni onun bir də müsbət xüsusiyyəti odur ki, orada yəni təkcə dərsə baxdın, getdin, video çəkdin deyil də. Yəni bir dərsə baxasan, bir də orada qrup olacaq, ünsiyyət qrupu da. Yəni həmin o 20-25 nəfər ünsiyyətdə olacaq. Kimsə nəsə anlamadısa, kimsə nəsə başa düşməsə ya da kimsə nəsə bir bildiyi varsa, həmin o chatda yaza biləcək. Müsbət xüsusiyyət nədir? Belə deyim, yəni siz təsəvvür et ki, tək işə nəsə başlayırsan, ətrafındakılar səni başa düşmür. Ətrafındakılar nə bilim, səni lağ eləyir, deyir, get bir normal işlə məşğul ol, belə deyim. Amma həmin o qrupda isə 20-25 nəfər, hamı eyni fikirdə olacaq. Hamı bir-birini başa düşəcək, hamı bir-birinə dəstək olacaq. Yəni başlanğıc üçün, yəni yeni başlayan, düzdür, kimsə çəkirsə o da qoşula bilər. Orada onun üçün də yəni belə faydalı dərslər olacaq. Amma yeni başlayan üçün mən özüm o etapı keçmişəm deyə, yəni bilirəm. Yeni başlayan üçün həmişə dəstək lazımdır. Yəni bu mümkün deyil də. Ona görə həmin o 20-25 nəfər ona belə deyim, o dəstək rolunu oynayacaq. Kim istəyirsə Telegrama qoşulun. İndi bilmirəm hardan izləyirsiniz, çünki 3 platformada da paylaşıram. Yəni səhifədə linkdə var, o linkə daxil olun. 19 nəfər qalıb, yəni 6 nəfər qoşulub, 19 nəfər də qoşulandan sonra inşallah dərslər paylaşılacaq. Bir də o birisi chat qrupu olacaq, orada danışıqlar gedəcək, müzakirələr belə deyim. Selamun aleyküm.